insanın dindən gözləntisi da o əyləncənin ləzzəti yox, fundamental ləzzət olmalıdır. Köklü ləzzət. Rəqsin ləzzəti deyil bu. Gəldi, getdi, ötəri. Dindən gözlənti bu olmalıdır ki, insanın o bütün vücudunun dərinliyinə bir şadlıq gəlsin içərdən. Dərin şadlıq, sevinç. O sevinç ki, doğrudan da necə deyim, bir an belə onu tərk eləməsin, daimən nişatı. Deyir ki, siz belə olmalısınız ki, dinsiz adamlar həsrət çəksin ki, kaş mən bunlar kimi yaşayardım. Quran buyurur ki, bəzi kafirlər istəyir ki, siz dindən çıxasınız. İstəyirlər sizi dindən çıxarsınlar bəzi kafirlər. Niyə? Çünki sizə paxıllıq eləyirlər. Quran deyir. Kimə paxıllıq eləyərlər? Bədbəxt biçarə adama paxıllıq eləyərlər. Ne üçün? Çünki əgər siz dindarsınızsa görürlər ki, başqa cürdür sizin yaşayışınız. Siz yaxşı yaşayırsınız, zövq alırsınız, ləzzət alırsınız. Bəzi kafirlər də var ki, paxıldılar, onlar təhrik olur, istəyirlər ki, sizi də azdırsınlar, öz gününə qoysunlar, yəni bədbəxt eləsinlər. O pis adətlərə alılı olan adamlar var, başqalarını da istəyir çəksin öz yoluna. Görür o xoşbəxtdir, şaddır, çəkir onu öz yoluna, özü kimi eləsin. Bəzi kafirlər Quran deyib elədir. İndi sənə paxıllıq eləyərlər hansı halda? O zamanda ki, görərlər ki, sən daha yaxşı, ləzzətli, zövqlü, əla yaşayırsan, özünə baxır, görür ki, mən o zövqü, ləzzəti ala bilmirəm, paxıllıq onu da baş qaldırdı, elə deyil. Amma indi bəzən əksinə olur, Dindarların bəzisi, dinsizlərin bəzisinə həsrətlə baxır. Deyir, yox, qiyamət gələr, onda bizim günümüzdür, siz hələ keyf eləyin. Elə bilir, o keyf eləyir. Başa düşmür ki, günahla keyf eləyə bilməz adam. Deyir, hələ siz keyf eləyin, indi sizin gününüzdür, sabah bizim, yox, günlərin hamısı sənin günündür, sənin günündür. Və heç də narahat olma. Amma əslində, Quran buyurur ki, əksi olmalıydı. Əksi olmalıydı. Belə deyilsə, bizim dinimizdə nəsə düz deyil. Zəhmət çəkmək lazımdır ki, belə bir hala gəlib çataq. Bu işin zəhməti də xoşdur.